Paytaxtda 55 yaşlı kişi 9 ədəd qaşıq udub. Gecə saat 1 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib. Daha sonra Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb. Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir. Qeyd olunub ki, bu ilk hal deyil. Pasiyent əvvəl də yad cisim udub. Xəstəmizi dəyərləndirdik, rentgenoskopiya olundu. Xəstədə mədədə yad cisim, metal yad cisim aşkarlandı. Xəstə endoskopik müayinə olundu. Endoskopik müayinə zamanı mədədə 9 ədəd qaşığın dəstəyi aşkarlandı. Endoskopun nəzarəti ilə yad cisimlər xaric edildi. Xəstə ən azı 4-5 saat müayinəmizdə oldu. Şükür ki, xəstəmizin vəziyyəti yaxşıdır. Xəstə cərrahi əməliyyata getmədən endoskopik üsulla xəstə yad cisimlər xaric edildi. Xəstəmizin ümumi durumu yaxşıdır. Hal-hazırda xəstə toparlayır. Yəni bir günə evə yazılacaq xəstə.